Səbr eləyənlərə müjdə ver. Yəni, hadisələr yox, reaksiya önəmlidir. Hadisəyə hansı reaksiyanı verirsən, bu önəmlidir. Hadisəni necə qarşılayırsan, bu önəmlidir. Hadisənin qabağında səndə səbr yaranır abi, o səbri baha qiymət alırlar. Səbr acizlik deyil ha. Səbri acizliklə, səbr qüdrətdir. Səbr hadisələrin qabağında acizanə zəlil olmaq deyil. Səbr müqavimət göstərib nəticəyə görə qane olmaqdır. Nəticəyə görə. Səbirli adamlar sarsılmazdır, əksinə səbirsizlər acizdir. Səbir belə bir xüsusiyyətdir. İnsan səbirlə pillə-pillə ucalır Allaha tərəf. Cənnətə gedənləri qarşılayanda nə deyirlər? Salamun aleykum bima səbərtum. Salam olsun sizə səbr etdiyinizə görə. Fə-ni'mə uqbəddar. Axirət evinə gözəl yerdir. Yəni sizi bu gözəl evə gətirən sizin səbriniz oldu.